Növbəti mövzumuz coğrafi kəşflər, İspaniya. Böyük coğrafi kəşflərin nəticələrinə aid deyil. Tarixi böyük İpək yolunun əhəmiyyətinin artması yox, əhəmiyyətini itirir. Avropalılar tərəfindən Amerika xalqlarının qədim sivilizasiyalarının məhv edilməsi, bəli, məhv edildi. Ticarət yollarının dənizlərdən okeanlara keçməsi, bəli. Müstəmləkə işğallarının başlanğıcı birbaşa, bəli, böyük coğrafi kəşflərin nəticəsidir. Əvvəllər məlum olmayan torpaqlarında kəşfi böyük coğrafi kəşflərdə baş verib. 15-ci əsrə aiddir. İngiltərədə ilk parlamentin çağırılması 1265-13, Kresi 1346-14-cü əsr, Augsburg müqaviləsinin imzalanması 1555-16, Avropalılar tərəfindən Hindistana gedən dəniz yolunun kəşfi 1498-15, Almaniyada reformasiya hərəkatının başlaması 1517-16-cı əsrdə. Böyük coğrafi kəşflər nəticəsində baş vermiş dəyişikliklərdən biri ticarət yollarının Aralıq dənizindən Baltik dənizinə keçməsi, ümumiyyətlə ticarət yolları dənizlərdən okeanlara keçdi. Ticarət yolları okeanların dənizlərə yox, dənizlərdən okeanlara keçdi. Konstantinopolun səlibçilər tərəfindən tutulması, xaçlılar tərəfindən tutulması bu 1204-dür, səlib yürüşləridir. Avropada əmtə istehsalı azalmır, əksinə artır. İspaniyanın Braziliyadan başqa bütün Cənubi Amerikaya sahib olması var. Böyük coğrafi kəşflərin nəticələrində baş vermiş dəyişiklik, Braziliyanın Portuqaliyanın müstəmləkəsinə çevrilməsi elə budur. Qüds krallığı səlib yürüşündə yaranıb 11-ci əsr. Hindistan İspaniyanın müstəmləkəsi olmur. Ticarət yolları okeanlardan dənizlərə yox, dənizlərdən okeanlara keçir. Afrika və Asiyada əmtə istehsalının sürətlə inkişaf etməsi ola bilməz. Böyük coğrafi kəşflər Asiya, Afrika, Amerika xalqlarının tarixində müstəmləkə əsarətinin başlanğıcını qoyur. 5-ci sual. Klassik feodalizm dövründə İspaniya 11-15. Frank dövlətinin hökmdarı Böyük Karlın yürüşünə məruz qalır. Yürüşünə məruz qalır, lakin Böyük Karl bu dövrdə deyil. Karadova xilafətinin tərkibinə qatıldı. Karadova xilafəti 8-ci əsrdə yaranıb. Katolik kilsəsinin mövqeyinə güclü zərbə endirdi. Xeyr, Arqon və Kastiliya dövlətlərinin birləşməsi nəticəsində vahid dövlətdə çevriləcək. 1479, bəli, bu intervala düşür. Dəniz döyüşlərdə İngiltərə donanmasını məğlub etdi. Bu da yanlışdır. 15-ci əsrin sonunda İspaniya xaçlılara qarşı Rekonkist hərəkatı başladı. Rekonkist hərəkatı xaçlılara qarşı deyil, müsəlmanlara qarşıdır. Viyananı mühasirəyə almış Osmanlı ordusu məğlub oldu, yanlışdır. Qranadanı işğal etdi, 1492 bu aiddir. Portuqaliya ilə vahid dövlətə birləşdi, yanlışdır. Karadova xilafətinə son qoyuldu. Karadova xilafəti ümumiyyətlə parçalanır, 11-ci əsrin əvvəllərində parçalanır, dağılır. 15-in sonuna aid deyil bu. Doğru cavab 6C variantı. 7. Böyük coğrafi kəşflər dövrünə aiddir, yəni 15-17-ci əsr. Fransada baş ştatlar 1302-14-cü əsrdir. Vasco da Gama'nın ekspedisiyasının Hindistana daxil olması bu aiddir. Oğuz tayları 1381 aid deyil. Yüzillik müharibənin başlaması 1337 aid deyil. Karadova xilafətinin yaranması 750 aid deyil. Yenə böyük coğrafi kəşflər dövrü 15-17. Pirine yarımadasında Rekonkist hərəkatının başlaması. Rekonkist hərəkatının 3 mərhələsi var. Başlaması 8-ci əsr. 1-ci mərhələ 8-11-ci əsrləri əhatə edir. 2-ci mərhələ 11-13, 3-cü mərhələ 13-15-in sonuna qədər davam edir. A aid deyil. İngiltərədə ilk parlamentin çağırılması 1265-13-cü əsrdir. Jakların üsyanı 1358-14-cü əsrdir. Xristian kilsəsinin qərbə şərqə bölünməsi 1054-dür. İlk dünya səyahətinin baş verməsi 1519, bəli. Böyük coğrafi kəşflərin Amerika və Afrika əhalisi üçün oxşar nəticəsi, şəhər mədəniyyəti yarandı, əksinə. Müstəmləkə səyahətinin başlanğıcı qoyuldu, bəli, kompasla tanışlığı deyil, bütünlüklə İngiltərənin təsir dairəsində daxil olmadılar, Portuqaliya ağalına son qoyuldu, bu da yanlışdır. Amerikanın Avropalılar tərəfindən müstəmləkəyə çevrilməsi başlamışdı, əlbəttə ki, Kolumbun kəşfi ilə. Kolumbun Amerikanı kəşf etməsi nəticəsində Braziliya İspaniyanın ən böyük müstəmləkəsi oldu. Braziliya İspaniya müstəmləkəsi deyil. Şimali Amerikada istiqlaliyyət müharibəsi baş verdi, əlaqəsi yoxdur. Amerika xalqları ilk dövlətlər meydana gətirdi, xeyr. Avropalılar Amerikalıların qədim mədəniyyətlərini məhv etdilər, doğrudur. Missionerlərə Amerikada xristianlığı yayılmanın qadağan olunması deyil. Doğru cavab 11-də D variantı. Qranadanın süqut etməsi ilə 1492-də süqut edib, nə baş verdi? Portuqaliya krallığının ərazisi İspaniya-Fransa arasında bölündü, xeyr. İspanlılar ərəblərin dini azadlıqlarının təmin olunması şərtinə əməl etdilər, xeyr. Müsəlmanların və yahudilərin İspaniyanı tərk etməsi qadağan olundu,
Nə əlaqəsi var? Portuqaliya istisna olmaqla bütün Pirene yarımadası İspan kralının əlinə keçdi. Bu olacaq. Kordoba xilafəti bir sıra əmirliklərə parçalanıb. Bu 11-ci əsrin əvvəllərindədir. Qərbi Avropa ölkələrinin 16-cı əsr tarixinə aid olsun. İlk feodal dövlətinin yaranması Frank dövlətidir 5-ci əsrin sonları. Mərkəzləşmiş dövlətin yaradılmasının əsasının qoyulması 11-ci əsr. Karavella adlanan xüsusi yelkənli gəmilərdən istifadə. Karavella 15-də kəşf olunubsa, 16-da da istifadə olunub ki, əlbəttə ki, 13C variantı. Feodal dağınıqlığının başlaması, feodal dağınıqlığı 9-cu əsrdən var artıq Qərbi Avropada. Feodal nərdivanının yaranması, feodal nərdivanı 6-da yaranır, 8-9-da daha da formalaşır. Doğru cavab 13-də C variantı olacaq. 14 Avropada son feodalizm dövrü. Son feodalizm dövrü 16-17-ci əsrlərdir. Xaçlı yürüşlərinin başlaması 11, Konstantinopolun Osmanlılar tərəfindən fəthi 15, Magellanın dünya səyahəti olacaq bəli C variantı 1519-dur, 16-cı əsrdir. İlk baş ştatlar 14-cü əsr, Wilhelmin İngiltərənin işğalı 11-ci əsr. Qərbi Avropada klassik feodalizm dövründə 16-17, burjua inqilabı baş vermişdi, xeyr. Frank imperiyası meydana gəldi. Frank 8-ci əsrdə imperiyaya çevrilib. İlk qanunlar toplusunun yazılması. İlk qanunlar toplusunun yazılması Salik qanunları da 6-cı əsrdir, əvvəlləri. Franklarda dövlətin yaranması 5-in sonları, Granada əmirliyinin süqutu. Granada əmirliyinin süqutu 1492. Klassik feodalizm deyilmiş, mən sonu yazmışam. Çox üzürlü sayın. Deyirəm cavab gəlmir, burada cavabı düzgün alınmır. Yuxarıda son feodalizm deyir 16-17-dir. Klassik feodalizm 11-15-dir. Aha. Burjua deyil, Frank imperiyası meydana gəlməsi yenə də aid olmadı. İlk qanunlar dedim, Frankların dövləti yaranması 5-in sonları. Granada əmirliyinin süqutu 15-in sonlarıdır, 1492. Məntiqi arıcılığı tamamlayın. Ənənəvi ticarət yollarının Osmanlıların nəzarətinə keçməsi, böyük coğrafi kəşflərin başlaması nəyə gətirib çıxardı? Ticarətdə birincinin Şimali İtaliya şəhərlərindən keçməsi bu səlib yürüşlərinin nəticəsidir. Okeanlardan keçən ticarət yollarının Osmanlıların əlinə keçməsi yox. Braziliyanın İspaniyaya müstəmləkəsinə çevrilməsi, Braziliya Portuqaliyanın müstəmləkəsidir. Şərq ölkələrində kapitalist münasibətlərin inkişafı sürətləndimi? Şərq ölkələrində yox. Müstəmləkə işğallarına şərait yaratdı. Bəli, böyük coğrafi kəşflərin başlaması müstəmləkəyə gətirib çıxardı, yəni işğallara. Məntiqi arıcılığı Kiçik Asiyadan və Suriyadan keçən ticarət yollarının Osmanlının əlinə keçməsi, Avropalıların Asiyaya gedən yeni yollar axtarışlarının sürətlənməsi nəyə gətirib çıxardı? Böyük coğrafi kəşflərin başlamasına. Xaçlı yürüşləri, böyük coğrafi kəşflər. Şərq ölkələrinin Avropalıların qarət və dağıntılarına məruz qalması ikisində də var. Böyük pey yolunun əhəmiyyətini itirməsi, əlbəttə ki, bu kəşflərin nəticəsidir. Aralıq dənizində aparılan ticarətdəki birincilik Şimali İtaliya şəhərlərinin əlinə keçir Venesiya, Genuyaya. Bu, xaçlı yürüşləridir. Müstəmləkə birbaşa böyük coğrafi kəşflərlə bağlıdır. Avropalıların kağız və barıtla tanış olması, bu da olacaq xaçlı yürüşlərinə. 1C-Y, 2B-D oldu, 3-də A. 18-in cavabı A variantı. Böyük coğrafi kəşflər dövründə, böyük coğrafi kəşflər dövrü 15, 17-ci əsrləri əhatə edir. Portuqaliyada, İspaniyada. Hörmüz limanında möhkəmlənib Portuqaliya, bəli. Braziliyadan başqa bütün Cənubi Amerikanı tutan İspaniyadır. Çin və Yaponiya sahillərinə qədər çıxan, bəli, olacaq bu Portuqaliya. Birinci tərəf AC-dir. İspaniya ilk dünya səyahəti, bəli, 16-cı əsrdədir, 1119. Aztek dövlətinə son qoyub, Ümid burnunu Portuqaliya kəşf edir 1498-də. 1AC, 2AB olacaq 19, B variantı 20. Hindistana dəniz yolunun kəşf edildiyi əsrdə 1498-15-ci əsrdə Fransada Tudorlar sülaləsi Fransaya aid deyil. Baş Ştatlar adlı məclis çağırıldı. Çağırılması 1302-dir. 100 illik müharibə qalibiyyətlə bitdi 1453, bu da 15-ci əsr edir. Birinci tərəf sadəcə C variantı. Azərbaycanda Bayandurlu sülaləsi hakimiyyətdə idi. Hökümdarın yanında Ali Divan fəaliyyət göstərirdi, lakin qanunverici orqan deyil, bu məşvərətçi orqandır. Teymuri qoşunları məğlub edildi, bəli, məğlub edilib. 15-ci əsrdə Qaraqoyunlular tərəfindən və Ağqoyunlular tərəfindən. Doğru cavab ikinci tərəfdə AC-dir. 1C, 2AC. 20 oldu Y variantı.
21-ə baxırıq. Böyük coğrafi kəşflərin səbəbi, nəticəsi. Roma papalarının Avropada qarətçi siyasət yürütməsi bu reformasiyanın başlamasının səbəbidir. Dünya ticarətinin yaranması bu səbəb deyil, bu nəticədir. Kiçik Asiya və Suriyadan keçən ənənəvi ticarət yollarının Osmanlıların əlinə keçməsi, nəzarətinə keçməsi bu səbəbdir. Birinci tərəf sadəcə C variantı. Nəticə, ticarət yollarının Aralıq dənizinin okeanlara keçməsi olacaq. Avropada Roma papasının tabe olmayan müstəqil kilsələrin yaranması bu reformasiyanın nəticəsidir. Müstəmləkə işğallarının başlaması, müstəmləkə, böyük coğrafi kəşflər. Məsələn. AC də gedir ikinci tərəfə. Cavab oldu 21-də A variantı. 22. Almaniya, İngiltərə, İspaniya. Kastiliya və Arqon birləşməsi, Arqonun birləşməsindən yaranan vahid dövlətə çevrilən İspaniyadır 1479-da. İlk dünya səyahətinə başlayan da İspanlılardır 1519-da. Zəngavərlərdən qalxan pulu adlanan xüsusi vergini alan 2-ci Henrixdir İngiltərə. Thomas Münsenin rəhbərliyi ilə kəndli müharibəsi baş verib Almaniyada. 15-ci əsrdə Hindistana gedən dəniz yolunu kəşf edən bu Portuqaliyadır. 22 oldu bizdə 1D, 2C, 3A, B. Dövlətlərin 15-ci əsr tarixi, İspaniya, İngiltərə. Avropada sonuncu müsəlman dövlətinə son qoydu. Bu İspaniyadır. Ərazisini İngilis işğallarından azad edən bir dəqiqə. Dedik ki, bir İspaniyada, 2 Fransadır. 15-ci əsrdə Fransa azad edirmə ərazisini bəli edir. İlk başdatların çağırılması 14-cü əsrə aiddir 1302. Ona görə deyirəm ki, əsrə diqqət yetirin. Başdatlar 14-cü əsrdə çağırılıb Fransada. İlk dünya səyahətini həyata keçirən İspaniyadır 1519-da. Üzr istəyirəm, olmayacaq bu. D variantı getməyəcək. İspaniya nəyə görə? Çünki bizə əsri verib 15-ci əsr. Mən belə bunu qarışdırıram. Ona görə diqqətlə saxlamağa çalışıram həmişə əsri. İlk dünya səyahətini həyata keçirən İspanlılar da 16-cı əsrdə. Rekonkist hərəkatının nəticəsində mərkəzləşmiş dövlət yaradıldı. Bu İspaniyadadır 1479-cu ildə. Demək oldu 1-də A-Y, 2-də sadəcə B, 23-ün cavabı. 24. Dövlətlərin 11-ci əsr tarixi. 11. İspaniya, İngiltərə. Kordova Əmirliyinin parçalanması, Kordova müasir İspaniyanın ərazisidir. 1-ə A gedəcək. Mərkəzləşmiş dövlətin əsasının qoyulması İngiltərədir. Vahid Kral Məhkəməsi İngiltərəyə aid 12-ci əsrdir. 3-cü xaçlı yürüşlərində İngiltərə iştirak edib amma 12-ci əsrdə. Vahid Kral Məhkəməsi də 3-cü xaç yürüşü də İngiltərəyə aid amma 12-ci əsr. Məğlub edilməz armadaya sahib olması İspaniyada amma 16-cı əsrdir bu. Doğru cavab 24-də 1A-dır. 25-ci sual. 1 İspaniya, 2 Fransa, 3 Osmanlı. Əsir verməyib bu sualda. Granada əmirliyinə son qoyan İspanlılardır. Rekonkist hərəkatının nəticəsində qovulmuş yəhudilərə sığınacaq verən Osmanlıdır. Başdatlar adlı nümayəndəli orqana malik olan Fransadır. İlk dünya səyahətini həyata keçirən İspanlılardır 1519-da. 100 illik müharibədə məğlub olan tərəf İngiltərədir. Ona görə 1AD, 2C, 3B. 26. Portuqaliya, İtaliya, İspaniya. Avropada siyasi sərhədlərini müəyyənləşdirən ilk dövlət idi. Siyasi sərhədlərini müəyyənləşdirən ilk dövlət Portuqaliyadır. Peruda İnklərin dövlətinə son qoyan İspaniyadır. Böyük coğrafi kəşflər nəticəsində yeni ticarət yollarından kənarda qalan bu da İtaliyanın ərazisidir. Braziliyanı öz müstəmləkəsinə çevirən Portuqaliyadır. Krit adasını fəth etməyib bunların heç biri. Deməli 1AD, 2C oldu, 3də B. Almaniya reformasiya, Fransa və Almaniya krallıqlarının tarixinə aid ümumi cəhət eyni əsrdə yaranıblar. A variantı. 843-cü ildə Vahid imperiyanın parçalanması nəticəsində, yəni Frank imperiyasının Fransa və Almaniya krallıqlarının tarixinə aid ümumi cəhət, yenə də Vahid imperiyanın parçalanması nəticəsində yaranmaları 1517-ci ildə Martin Luther mübarizəyə başladı. Kilsə torpaqlarının zəbt edilməsinə qarşı deyildi, feodal qaydalarına qarşı deyildi, katolik kilsəsinin hökmranlığına qarşı idi.
Asan sualdır. C variantı. 16-cı əsrdən Almaniyada protestant adlanmağa başlayır kimlər? Lüterin tərəfdarları. 4B. 16-cı əsrdə Almaniyada katolik kilsəsinin zülmünün daha güclü olmasının səbəbi feodal dağınıqlıq dövrünün Almaniyada daha güclü olması, mövcud olması. 5A-dır. Almaniyada kəndi müharibəsinin nəticəsi feodallar kəndi müharibəsindən sonra vergiləri artırmağa qorxdular. Yox. Feodal dağınıqlıq uzun müddət davam etdi nəticə olaraq və azad kəndlilər belə təhkimli halına düşdülər. Almaniyada 24-25 kəndi müharibəsinin nəticəsi şəxsən azad olan kəndlilər belə təhkimli halına salındı. Konkret nəticəsi var, yəni bu sualların. Almaniyada reformasiya dövründə knyazlardan fərqli olaraq imperator nə istəyirdi? Kilsə torpaqları müsadirə olunmasını tələb edirdi. Yox. Feodal qaydaların ləğv olunmasını istəyirdi. Deyil. Reformasiyanın yayılmasına qarşı idi mi? Bəli, reformasiyanın yayılmasına qarşı idi. Protestantların dini azadlıqlarını tanıdı. Kilsənin papaya deyil, özünə tabi olmasına çalışırdı. Yox. Doğru cavab 8-də oldu. C variantı. 9. Fransa və Almaniya oxşar cəhət 11-də yaranmayıblar. Krallıq olaraq klassik feodalizm dövründə yaranmaları yox. 9-cu əsrdə yaranıblar. Müqəddəs Roma imperiyasının parçalanması nəticəsində yaranmayıblar. Böyük Karol tərəfindən yaranmayıblar. Frank imperiyasının parçalanması nəticəsində yaranıblar 843-cü ildə. Almaniya, İtaliya yenə cavab eyni olacaq çox güman ki. Şərqi Romanın süqutundan sonra yaranmadılar. Frank imperiyasından əvvəl mövcud deyildilər. Müqəddəs Roma imperiyası ilə eyni vaxtda yaranmaları yox. Müqəddəs Roma 962-də yaranıb. Böyük Karolun imperiyasının parçalanması nəticəsində yaranıblar 843-cü ildə. 11-də deyil, 9-da yaranıblar. Almaniya tarixinə aiddir. Jaklar Fransa, Rekonkist hərəkatının başlaması. Rekonkist hərəkatı İspaniyada başlayır, Pirene yarımadasında. Müqəddəs Roma imperiyasının yaranması, bəli, bu Otto tərəfindən 962-ci ildə. Hastings İngiltərədir, başlatların fəaliyyəti Fransadır. 962-ci ildə Papa tərəfindən Roma imperatoru elan olundu. Kim? Almaniya kralı 1-ci Otto. Augsburg müqaviləsi Fransaya aiddirmi? Deyil. Almaniya tarixinə aiddir. Anglikan kilsəsi. Anglikan da İngiltərədir. Başlatlar Fransadır. 1-5 olacaq cavabımız. 13B variantı. 14 1555 1583 də baş vermiş hadisələr. Azinkur 1415-dir. Viyananın mühasirəyə alınması. Viyananın mühasirəyə alınması 529-dur. Augsburg müqaviləsidir. Bir də Niyazabad döyüşüdür. 1-3 C variantı 14-də. 15 böyük coğrafi kəşflər dövrü üçün səciyyəvi idi. 15-in sonu 17-ci əsr. Avropa ölkələrində aqrar çevrilişin başa çatması yox. Cəhət yolların okeanların Aral dənizdən keçməsi dənizlərdən okeanlara keçir. İlk müstəmləkə işğalları başlayır. İspaniyanın bütün Cənubi Amerikanı tutması Braziliyadan başqa. Kiçik Asiyadan keçən ticarət yollarının Bizansların keçməsi yox. Doğru cavab 15-də C variantı. 16. Almaniya 16-cı əsr, Azərbaycan 18-ci əsr. Azərbaycan xanlıqlar dövrünü yaşayır, dağınıqlıq dövrüdür. Eləcə də Almaniyada feodal dağınıqlığın mövcud olması. Almaniya 16, Azərbaycan 15. Yəni də Azərbaycanda vahid dövlət yoxdur. Almaniyada dağınıqlıq dövrünü yaşayır. Siyasi dağınıqlıq dövrünü yaşaması 1555-də 55-ci ildə Augsburg müqaviləsinin məzmununun mahiyyəti məzmununa daxildir. Deyil daha doğrusu. Protestantların dini azadlığı rəsmən tanındı. Hökmdardan fərqli olaraq təbəələrə öz dinini seçmək hüququ verildi. Elə bu yanlışdır. Protestant knyazlara böyük imtiyazlar verilib. Alman dövlətlərinə katoliklik və lüteranlıq arasında seçim sərbəstliyi verilib. Hökmdarın məzhəbi həmin dövlətin rəsmi məzhəbi olmalı idi. Bəli, doğru cavab 18-də oldu. B variantı. 19. Qərbi Avropada klassik feodalizm dövrünə aiddir. A variantı olacaq 16-cı əsrdə. Çəpərləmə də 16-cı əsrdir. Məğlub edilməz armadanın məhvi 16-cı əsrdir. Fransada protestant qırğınının təşkili 16-cı əsrdə. 100 illik müharibənin sona çatması olacaq 1453-dür. 19 Y variantı. 20 Lüteran kilsəsi Kalvinizm. Reformasiya hərəkat dövründə meydana gəlib ikisi də. 16-cı əsrdə yaranması ikisinə də aiddir.
Almaniyada meydana gələn bu Luterandır. Kilsəyə papanın başçılıq etməsi, bu kilsələrin heç birinə papa başçılıq etmir. Yanlışdır. 16-cı əsrin sonunda Fransada verilmiş fərmanla rəsmiləşdirilən verilmiş fərmanla rəsmiləşdirilən bu olacaq Kalvinizm. 1-ə C, 2-yə 3AB. Olacaq 20-də A variantı. 21. Xaçlı yürüşlərin nəticəsi reformasiyanın nəticəsi. Katolik kilsəsinin parçalanması reformasiyanın nəticəsidir əlbəttə ki. Avropada Rom papasının nüfuzunun aşağı düşməsi, hər ikisində nüfuz aşağı düşür. Şərqdə böyük dağıntılara inkişaf etmiş şəhərlərin mədəniyyətinin tənəzzülünə səbəb olan xaçdır. Türk-müsəlman əhalisinin kütləvi surətdə qırğınlarına məruz qalması, bu da olacaq xaçlı yürüşü. Dünya ticarətinin yaranması artıq dünya ticarəti böyük coğrafi kəşflərdədir. 1CD oldu, 2A, 3B variantı. Y'dir burada cavab 21-də. 22. Almaniyada reformasiya hərəkatı zamanı, reformasiya hərəkatı 1517 və 1555-dir. İngiltərədə, Azərbaycanda. Tudorlar sülaləsi hakimiyyətdə idi. Bəli, 1485-dən 1603-ə qədər hakimiyyətdə olublar. Reformasiyaya qarşı İsa cəmiyyəti yarandı. İsa cəmiyyəti nə zaman yaranıb? 1540-cı ildə İspaniyada. Bu, İngiltərə tarixinə aid deyil. Yaranmasını da yadda saxlayın. 1540. Kral fərmanı ilə Kalvinizm rəsmiləşdi. Kral fərmanı ilə Kalvinizmin rəsmiləşməsi İngiltərəyə. Kalvinizm rəsmiləşməsi İngiltərə deyil, Fransadır. Anglikan kilsəsi yarandı, bəli. Bu olacaq İngiltərə tarixinə. Birinci tərəf AD. Bir cavab da var. Azərbaycanda Bayandurlu sülaləsi hakimiyyətdə deyil. 1503-də Bayandurlu sülaləsi hakimiyyətdən gedir. Şirvanşahlar dövlətinin varlığına son qoyuldu 1538-dir. Bu aralığa düşür. Xorasan üstündə Şeybanilərlə ilk müharibə 1510-dur. Buğurt qalası yaxınlığında Osmanlı ordusunun məğlub edilməsi 1554-dür. Bu aid olacaq. İkinci tərəfdə BD variantı. 1AD, 2BD, 22D. 23. Reformasiya hərəkatı nəticəsində İngiltərədə nə baş verdi? Fransada nə baş verdi? Kral kilsə başçısı elan olundu. Bəli, İngiltərədə. Anglikan kilsəsi yarandı. Bəli. Luteran kilsəsinə geniş səlahiyyətlər verildi. Luteran kilsəsinə geniş səlahiyyətlərin verilməsi İngiltərə deyil. Fransada katolikliklə yanaşı Kalvinizm də rəsmiləşdi. Bəli. Ölkənin siyasi dağınıqlığı biraz da gücləndi. Yox. Parisdə protestanlara qarşı kütləvi qətliam törədildi. Nəticə olaraq bəli. Deməli, 23-də bizim cavabımız 1-ə AB, 2 isə AC. D variantı. 24. Reformasiyanın nəticəsində İspaniyada, Almaniyada Katolik kilsəsinin reformasiyaya qarşı mübarizəsi uğurlu oldu. Oldu mu? Bəli. Anglikan kilsəsi İngiltərə, vahid mərkəzləşmiş dövlət yarandı. Reformasiyanın nəticəsi deyil bu. 1A-dır. Birinci tərəf sadəcə A-dır. Almaniyada Augsburg müqaviləsi imzalandı. Nəticədə imzalandı mı? Bəli. Luteran kilsəsi yarandı mı? Bəli. Kral fərmanı ilə Kalvinizm rəsmiləşdi. Kalvinizm rəsmiləşməsi Fransadır. Deməli, 24-də 1 oldu A, 2AB, 24 C variantı. 25. 16-cı əsrin birinci yarısında, yəni 1550-yə qədər olan hadisə bizə lazımdır. Almaniyada baş vermiş kəndi müharibəsinin nəticəsi. Aha, kəndi müharibəsini istəyirmiş. Ölkədə feodal qaydaları zəiflədi, yox, gücləndi. Azad kəndlər belə təhkimli alına düşdü. 2. Feodal qaydaları sərtləşdi. 3. Mərkəzləşmiş dövlətin yaranması prosesi başa çatdı, yox. Kral hakimiyyəti möhkəmləndi, yox. Doğru cavab 25-də 2 və 3. 26. Uyğunluğu müəyyən edək. Hadisələr, nəticələr. 4-cü İvanın hakimiyyətə gəlməsi ölkədə mərkəzi hakimiyyəti zəiflətmədi, yox. 1588-ci il döyüşündə ingilislərin qalib gəlməsi, dənizlərdə hökmranlığın Stuartların əlinə keçməsi, Stuartlar deyil bu dövrdə hakimiyyətdə, Tudorlardır. Augsburg sazişi, protestantların etiqad azadlığı tanındı, 3. Norman işğalı İngiltərədə mərkəzləşmiş dövlətin əsasını qoydu, 4. İngiltərədə kral reformasiyasının keçirilməsi kilsə dövlətə tabe edildi. Bəli.
26 olacaq. 3, 4, 5. Kilsə dövlət tabi doğrudur. 3, 4, 5. 27 reformasiya nəticəsində baş verdi. Kapitalist iqtisadi sisteminin əsası qoyuldu. Bəli. Qadınların cəmiyyətdə rolu artdı. Yox. Papanın nüfuzu artdı. Zəiflədi bu da. Milli dövlətlərin yaranmasına şərait yaratdı. Bəli. 1, 4. 27-yə aiddir. 28. Xaçlı müharibəsindən fərqli olaraq reformasiya hərəkatı nəticəsində nüfuz sarsılması papanın hər ikisində var bu. Təhsil kilsənin nəzarətindən çıxdı. Reformasiyada Hristiyan kilsəyə parçalandı. Kilsənin parçalanması reformasiya hərəkatı nəticəsi deyil. 28 olacaq. 2. İsa cəmiyyətinin yaranması reformasiya hərəkatı nəticəsində yaranıb. Bəli, 2, 4. Türk müsəlman əhalisi kütləvi qırğınlara məruz qaldı. Bu Xaçlıdadır. 28, 2, 4-dür. 29. Fransa, İngiltərə, Almaniya. Azincourt döyüşündə məğlubiyyətə uğrayan Fransadır. Kosova döyüşündə qalib gələn, Kosova döyüşündə Osmanlı qalib gəlir. Osmanlı burada yoxdur. Sazişi imzalayan Almaniyadır. Artıq bunu əzbərlədik. Məğlub edilməz armada adlandırılan böyük donanmaya sahib olan İspaniyadır. 15-ci əsrin ikinci yarısında Tudorlar sülaləsinin hakimiyyətə gəlməsi 1485 bu İngiltərədir. Deməli 1A oldu, 2Y oldu, 3 C. Portuqaliya, Almaniya, Fransa. Hindistana gedən dəniz yolunu kəşf edən Portuqaliyadır. 16-cı əsrin birinci rübündə ərazisində kəndi üsyanının başlı verməsi. Kəndi üsyanı 16-nın birinci yarısında Almaniyada olub. 14-cü əsrin əvvəllərində baş ştatları çağıran Fransadır. Rekonkistanın gedişində yaranan Portuqaliya. 16-cı əsrdə ilk dünya səyahətinə çıxan bu İspanlardır. Doğru cavab 1AD, 2B, 3C variantı. İngiltərə, İspaniya, Almaniya. Hindistan dəniz yolunun kəşf olunması Portuqaliyadır. 14-cü əsrin 80-ci illərində kəndli üsyanı baş verdi. Bu İngiltərədir. O Tyler. Granada əmirliyinin süquta uğradılması İspaniya tərəfindən 1492. Thomas Müncen rəhbərliyi ilə kəndli çıxışları Almaniya. İlk dünya səyahətini həyata keçirən İspanlardır. 1B, 2C, 3D. 32. Dövlətlərin 16-cı əsr tarixi. 16. Osmanlı, İspaniya, Almaniya. Kiçik müstəqil dövlətlərdən ibarət olan Almaniyadır. Bu dövrdə vahid halda deyil, dağınıqlıq dövrünü yaşayır. Kipr adasını fəth edən 16-cı əsrdə Kipr adasını fəth edən Osmanlıdır. Məğlub edilməz armadaya sahib olan 16-cı əsrdə məğlub edilməz armada İspaniyada. Augsburg sülhü ilə ərazi dini müharibəyə son qoyuldu. Dini müharibə Almaniyada. İlk dünya səyahətini həyata keçirən də İspaniyadır 16-cı əsrdə. Deməli 1-də oldu B variantı, 2C, 3AD. 33. Uyğunluğu müəyyən edin. İngiltərə, İspaniya, Almaniya. Jaklar üsyanının baş verməsi. Jak üsyanı olub Fransada. Thomas Müncherin başçılığı kəndli üsyanı Almaniyadır. Məğlub edilməz armadanı məğlub etdikdən sonra dəniz ticarətində mövqeyini gücləndirən İngiltərədir. Reformasiya nəticəsində ərazinin dini müharibəyə son qoyuldu. Bu yenə də Almaniyadır. İnklərin dövlətinə son qoyan İspanlardır. 1C, 2Y, 3B.